Səmanın İmam Hüseynə ağlamağı qan yağışının yağması idi ki, bütün tarixi mənbələrdə bu qeyd olunub. Yerin ağlaması bu idi ki, hansı daşı götürürdülərsə, həmin gün altından qan axırdı. Balıqların ağlamağı özlərini dəryadan kənara atmağı idi. Havanın ağlaması qaralması idi, günəşin ağlamağı qızarmağı idi. İbn Həcər deyir, bu ki, əhl-i sünnə alimidir. İbn Həcər deyir, bu Allahın qəzəbinin nişanəsi idi. Ayın ağlamağı tutulması idi. Ətin ağlamağı bişməməsi idi ki, bunların hamısı Aşura günü və ondan sonra bir neçə gün baş vermişdi. Heyvanların ağlamağı onların rozə deməsi idi. Bu cümlələr Əhl-i Beyt dostlarının uydurduğu şeylər deyil ha. İmam Hüseyn əleyhissalatu və salama da insanın ürəyinin yanması fitridir. Yəni insanların ürəyinin yanması. Hətta İmam Hüseyni tanımayanlar ona ağlayırlar. Onun yanında adı çəkiləndə ürəkləri titriyir. Adəm əleyhissalam ilk insandır. Onun adını eşidəndə, onun adını görəndə gözündən, özündən asılı olmadan göz yaşı cari olmuşdu. Hindistanda bütpərəst məntəqələri var. İmam Hüseyn üçün anım günləri keçirirlər. Başqa dinə mənsub olanlar, o cümlədən xristiyanlar İmam Hüseyn əleyhissalam üçün əza saxlayırlar, Kərbəlaya gəlirlər, Kərbəlaya qəbrinin ziyarətinə gedirlər.